Herkese salam. Bugün OTK-nın 11 yanvar 2026-cı il tarixində keçirdiyi buraxılış fənləri üzrə sınaq imtahanının 9-cu sinif riyaziyyat suallarına baxırıq. 31-ci sualdan başlayaq. A, B kvadratı kiçikdir 0, B isə bərabər 0 və A kvadratı B böyükdür 0 olarsa, A, B və C həqiqi ədədlərini müqayisə edin. Uşaqlar, biz bilirik ki, müəyyən bir ədədin kvadratı həmişə müsbət olur. Müsbət ədədi mən mənfiyə vuranda nəticə mənfi olur. Deməli, biz A-nın mənfi olduğunu tapdıq. Amma B-nin mənfi və yaxud da müsbət olduğunu bilmirəm. Daha sonra mənfi ədədin kvadratı müsbət olur. Mən müsbət ədədə vuranda nəticə müsbət alıram. Deməli, B-də oldu müsbət. Mən müsbət ədədi 0-a vuranda nəticə olur 0. C-də oldu 0. Müqayisə etmiş olsaq, A kiçikdir C, kiçikdir B. Nəticə oldu C variantı. 32-ci suala baxırıq. Rəqəmlərin müxtəlif olan ən böyük rəqəmli cüt ədədin 9-a bölünməsinə alınan qalğa tapın. Rəqəmlərin müxtəlif olan ən böyük rəqəmli cüt ədəd 986-dır. 9-a böləndə uşaqlar olur 109, qalıq 5. Cavab oldu D variantı. 33-cü suala baxırıq. Deyir ki, radiusu 8 olan çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu 2 pi r düsturu vasitəsilə tapılır. 2 pi vurulsun radius 8, nəticə oldu 16 pi C variantı. 34-cü suala baxırıq. Verilmiş ifadənin sadələşdirməsini istəyir. İlk öncə mürtəzən üçün həll edək. A-nın üssü 3 vurulsun A-nın mənfi 1. Uşaqlar, əsas eyni olanda, vurum olanda qüvvətlər toplanır. 3 üstə gəl mənfi 1 olur, müsbət 2. A üstü 2-nin üstü 3 vurulsun A üstü 4. Nəticə oldu A üstü 6 vurulsun A üstü 4. Yenə əsas eyni olduğu halda vurum olanda qüvvətlər toplanır. Oldu A üstü 10, B variantı. 35-ci suala baxaq. ABC bərabər tərəfli üçbucağı verilmişdi. Daha sonra BC tərəfi üzərinə bir D nöqtəsi götürülmüşdü. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcə bucaq əmələ gətirən AD parçası var. Bu hissə oldu 20 dərəcə və bərabər tərəfli üçbucaq olduğu üçün hər bir daxili bucaq 60 dərəcədir. O zaman bura 40 dərəcədir. AD parçası BH hündürlüyüdür. Hündürlük də qarşı tərəfə endirilən perpendikulyardır. Bu oldu 90 dərəcə. Və deyir BH hündürlük K nöqtəsini kəsirsə, AKB bucağını tapın. Bizdən istədiyi bucaq baxın buradır. Biz də bilirik ki, üç bucağın iki daxili bucağının cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. Yəni 90 üstə gəl 40 bərabərdir 130 dərəcə. 36-cı suala baxaq. Verilmiş çoxədlinin vurğuları ayırın. Uşaqlar 64 x üstü 6 çıxılsın 27 y kubu ifadəsi mən belə yazıram. 4x kvadratının kubu çıxılsın 3y kubu. Bunda uşaqlar A kubu çıxılsın B kubu kimi açıram. Yəni A çıxılsın B, 4x kvadrat çıxılsın 3y. Daha sonra A kvadratı 4x'in kvadratı olacaq 16x üstü 4. Üstə gəl AB olacaq 12x kvadrat y. Üstə gəl B kvadratı 9y'in kvadratı. Nəticə də olacaq C variantı. Daha sonra 37-ci suala baxaq. A və B çoxluqları üçün verilmiş çoxluqların kəsişməsindəki olan elementlərin sayını istəyir. Kəsişmə deyəndə hər ikisində ortaq olan elementləri seçirik. Hər ikisində var 5, 6, 7. Demək, elementlərin də sayı oldu 3. C variantı. 32-də deyir ki, A-nın hansı müsbət qiymətində verilmiş kəsirin mənası yoxdur. Mənası yoxdur deyəndə uşaqlar, biz məxrəci sıfıra bərabərləşdiririk. Çünki sıfıra bölmə əməli yoxdur. A kvadratı çıxılsın 2A bərabərdir 0. A-nı mötərizə xərcini çıxartsaq, A vurulsun A çıxılsın 2 bərabərdir 0. A bərabərdir 0. A bərabərdir 2. Bizim müsbət qiyməti dediyinə görə A bərabərdir 2. Daha sonra 39-cu sualda verilmiş ifadədə vurğu kök işarəsi altına çıxarın. Uşaqlar, mən bu ifadəni belə yazıram. Kök altında mənfi 2 vurulsun 16 A kvadratı vurulsun A şəklində. Bir də uşaqlar, mən burada A-nın mənfi yaxud da müsbət olduğunu müəyyənləşdirməliyəm. Biz də bilirik ki, cüt dərəcədən kök altı ifadə müsbət olmalıdır. Mənfi 32-yə
göründüyü kimi mənfidir. Mən mənfini mənfiyə vuranda nəticə olur mənfi. Yəni A kubu kiçikdir bərabər 0. Buradan da anılır ki, A kiçikdir bərabər 0. Yəni A mənfi ədəddir. Daha sonra gəlin burada verilmiş vurğu kök işarəsi altına çıxaraq. Deməli 16 A kubu bu olacaq 4A şəklində modulda yazıram. Çünki cüt dərəcədə modul çıxır. Yerdə qalan yazın kök altı işarəsi altında. Mənfi 2A. İndi A-nı mən tapdım mənfidir. Demək moduldan mənfi 4A kök altında 2A şəklində çıxdı. Nəticə də olacaq deməli E variantı. Daha sonra 40-cı sual. Meyvə qurudulduqda kütləsinin 60%-ni itirir. 12 kiloqram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Deməli 60%-ni itirirsə 100%-dən çıxırıq 60%-i, yerdə qalan meyvə qurusu olur 40%-lik. Deyir ki 40%-i 12 kiloqramdırsa nə qədər təzə meyvə götürmək lazımdır ki, yəni 100%-i götürmək lazımdır ki. İndi bu verilmiş tənasibi hesablasaq, çarpaz vursaq 40x bərabərdir 12 vurulsun 100. İxtisar aparırsaq x tapırıq 30. Cavab oldu A variantı. Daha sonra 47-ci sualda fərqi 46 olan qonşu bucaqlardan kiçiyini tapın. Qonşu bucaqların cəmi 180 dərəcədir və fərqi deyir 46-dır. Alfa çıxsın beta bərabər 46-dır. Verilmiş tənklər sistemi tərəf-tərəfə toplasaq, olacaq 2 alfa bərabərdir 226, alfa bərabərdir 113. Bizdən kiçiyini istəyir. Alfanın yerinə qoysa 113 çıxılsın beta bərabərdir 46, beta bərabərdir 67. Cavab oldu E variantı. Daha sonra 42-ci suala baxırıq. Yan tərəfi 5 olan bərabər yanlı trapesiyanın oturacaqları 6 və 12 olarsa, bu trapesiyanın hündürlüyünü tapın. Trapesiya çəkək ilk öncə. Deməli, bərabər yanlı trapesiyadır və yan tərəfi 5-dir. Oturacaqları 6 və 12-dir. Hündürlüyü istəyir, hündürlüyü çəkək. Və şola bərabər yanlı trapesiyada hündürlüyün böyük oturacaqdan ayırdığı hissələr bir-birinə bərabərdir. Yəni bu hissələr bir-birinə bərabər olacaq. Bura 6-dırsa qarşı tərəfdə 6-dır. 12-dən 6 çıxırıq. Yerdə qaldı 6. Bayaq dedim bunlar bir-birinə bərabərdir. Yəni A üstəgəl A bərabərdir 6, 2A bərabərdir 6, A bərabərdir 3. Bu hissə oldu 3. Hündürlük də qarşı tərəfə endirilən perpendikulyardır. Yəni bura oldu 90 dərəcə. Daha sonra biz bu hissəyə düzbucaqlı üçbucaq kimi baxsaq, H olacaq. H-ın kvadratı üstəgəl 3-ün kvadratı bərabərdir 5-in kvadratı. H-ın kvadratı bərabərdir 25 çıxılsın 9. H-ın kvadratı bərabərdir 16 və H oldu 4 B variantı. 43-cü suala baxırıq. Deməli uşaqlar A kvadrat çıxılsın 16-nı yazıram. A çıxılsın 4, A üstəgəl 4. Yəni A kvadratı çıxılsın 4-ün kvadratı kimi açdım. Daha sonra məxrəc olduğu kimi yazıram. Daha sonra verilmiş bu ifadədə 2-nin ortaq vuruğu olaraq mörtəzə xərcini çıxartsaq, qaldı 4 çıxılsın A. İndi ixtisarlarımızı aparaq. Daha sonra uşaqlar, bəzi şagirdlər bunlar bir-birini ixtisar edir. Yazır 1, amma uşaqlar bunlar bir-birinin əksidir. Yəni mən burada yerini dəyişdirədim, qarşıya mənfi atacağım. Mənfi 4 çıxılsın A. Bölünsün 2 vurulsun 4 çıxılsın A. İxtisar getdi, nəticə qaldı mənfi 2-də 1. Bu da mənfi 0,5 D variantı. 44-cü sualda sadə bir hesablamanı yerinə yetirməmizi istəyir. Deməli, bu oldu 9-da 3, üstəgəl 1,9-da 3, üstəgəl 2,9-da 3. Deməli, uşaqlar tam hissələri bir toplasaq, 1 üstəgəl 2, 3. Məxrəci olduğu kimi saxlayıram. Sürətləri toplasam 9, bu da olacaq 4 B variantı. Daha sonra 45-də deyir, fərq azalandan A vahid kiçik olarsa. Deməli, fərq bərabərdir. Azalandan A vahid kiçik. Biz də çıxma əməlini bilirik ki, azalan, çıxılan fərqdir. Gətirib fərqin yerinə azalan çıxsın A yazaq.
azalan çıxılsın bərabərdir. Formada yazdıq. Daha sonra bunlar getdi. Buradan tapırıq ki, çıxılan bərabərdir ilə A. Yəni cavab oldu E variantı. Verilmiş tənglər sistemindən x çıxılsın y fərqini tapın. Biz verilmiş tənglər sistemindən birinci tənliyin hər tərəfini 3-ə, ikinci tənliyin hər tərəfini 2-yə vuraq. Olacaq 9x çıxılsın 6y bərabərdir 36. Hər tərəf 2-yə vursaq 4x üstəgəl 6y bərabərdir -10. Tərəf-tərəfə toplayaq. Bunlar islah olundu. Yerdə qaldı 13x bərabərdir 26, x bərabərdir 2. X-in yerinə 2-ni qoysaq, 3 vur 2 çıxılsın 2y bərabərdir 12, 6 çıxılsın 2y bərabərdir 12, -2y bərabərdir 6, y bərabərdir -3. Daha sonra 2-dən çıxıram -3-ü, nəticə oldu 5. 47-ci suala baxaq. Deməli, tərəfləri 4 və 6 olan poleqramın perimetri tərəfi A olan rombun perimetrinə bərabər olarsa A-nı tapın. Poleqramın perimetri uşaqlar 2 vurulsun A üstəgəl B düsturu vasitəsilə tapılır. 2 vurulsun 4 üstəgəl 6. Yəni 2 vurulsun 10, 20. Rombun perimetri 4A düsturu vasitəsilə tapılır. 4A bərabər 20, A olacaq 5. 48-ci suala baxaq. Deməli, uşaqlar verilmiş surətləri A kvadrat çıxsın B kvadratı düsturu kimi vuruqlarını ayırırıq. Yəni 2026 çıx 2025, daha sonra 2026 üstəgəl 2025. Digər ifadəni 2025 çıxsın 2024, 2025 üstəgəl 2024 şəklində vuruqlarını ayıraq. Deməli, olacaq necə? 2025-dən 2026-dan 2025 çıxanda 1, cəmdə olacaq, deməli 4051. Daha sonra məxrəci də 4051, üstəgəl fərqi oldu 1, cəmi oldu 4049. Daha sonra ixtisar aparsaq, 1 üstəgəl 1, nəticə oldu 2. 49-cu suala baxaq. Deməli, 256 2-sü 8 deməkdir. Üstü 3m, üstəgəl 4-ü yazıram 2-nin kvadratının üstü 2m. Nəticə oldu 2 üstü 24m, üstəgəl 2 üstü -4m. M-də uşaqlar 0,25, yəni 4də 1 deməkdir. Gətirib yerinə qoysaq, demək 2 üstü 24 vurulsun 4də 1, üstəgəl -4 vurulsun 4də 1. İxtisar aparsaq, olacaq 2 üstü 6 üstəgəl 2 üstü -1. 2 üstü 6 64-dür. 2 üstü -1 də uşaqlar 2də 1 deməkdir. Yəni 64 tam 2də 1, bu da 64 tam 10-da 5. 50-ci suala baxaq. Deməli, mərkəzdə O nöqtəsi olan çevrədə AT toxunan AD kəsəndir. AC 4 və CD 5 olarsa AT toxunanın uzunluğunu tapın. Biz də toxunanla kəsən arasında belə bir münasibət olduğunu bilirik. Deməli, uşaqlar, toxunanın kvadratı olan, yəni toxunan kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi, yəni AC vurulsun kəsən hamısı. AD. Deməli, bizim şərtimizdə AC-nin 4 olduğunu bildiriblər, CD-nin 5 olduğunu bildiriblər. O zaman uşaqlar, AD 4 üstəgəl 5 9-a bərabərdir. Gəlin düsturda qoyaq yerinə hesablayaq. AT-nin kvadratı bərabərdir 4 vurulsun 9. AT-nin kvadratı bərabərdir 36. AT də bərabərdir 6. Nəticə oldu 6. 51-ə baxaq. Deməli, uşaqlar, burada çarpaz vursaq, 5A bərabərdir 3B-yə, A bərabərdir 3K, B bərabərdir 5K. Gətirib ifadə yerinə qoysaq, 5K bölünsün 5K çıxılsın 3K. Necə olacaq 5K bölünsün 2K? 2,5. 52-ci sualda deməli ABCD romunda bucaq A bərabərdir 3x çıxılsın 10 və bucaq C 2x plus 10 olarsa ABD bucağını tapın. Deməli uşaqlar, bura oldu 3x minus 10, C bucağı 2x
plus 10. Biz də bilirik ki, durumda qarşı tərəflər bir-birinə bərabər, yəni 3x çıxılsın 10 bərabərdir 2x plus 10. Verilmiş tənliyi həll etsək, 2x verilmiş bərabərliyin sol tərəfinə, mənfi 10-u sağ tərəfə keçirsək, keçirəndə işarələr dəyişəcək. Olacaq x bərabərdir 20. Demək, yerinə qoysaq, A bucağı olacaq 3 vur 20, 60 çıxılsın 10, 50. Deməli, uşaqlar, biz də bilirik ki, romda bütün tərəflər bir-birinə bərabərdir. Yəni, A, B, D üçbucağı bərabər yanlış bucaqdır və təpə bucağı 50 dərəcədir. Mən bu ikisinə alfa deyirəm. 50 üstəgəl, alfa üstəgəl. Alfa bərabərdir 180 dərəcə. 2 alfa bərabərdir 130 dərəcə. Alfa bərabərdir 65 dərəcə. Bizdən haranı istəyir? A, B, D. Yəni alfa bucağını. 65. 53-cü suala baxaq. Deməli, ABC düzbucaqlı üçbucağının AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. ACB bucağı 90 dərəcə, AB 11, BC 21, AD 8 olarsa, BD parçası uzunluğunu tapın. X. İlk öncə mən bu Y-i tapım. Necə? Deməli, uşaqlar, kök altında 21-in kvadratı üstəgəl. Y üstəgəl 8-in kvadratı bərabərdir 11-in kvadratı. Yəni, düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. BC-nin kvadratı üstəgəl AC-nin kvadratı bərabərdir AB-nin kvadratına. Gəlin, indi hesablayaq. Deməli, kök altında 21-in kvadratı ilə 21-dir üstəgəl. Y üstəgəl 8-in kvadratı bərabərdir 121. Buradan tapırıq ki, Y üstəgəl 8-in kvadratı bərabərdir 100. Y üstəgəl 8 bərabərdir 10. Y oldu 2. Demək olar, Y-in yerinə gətirib 2-ni yazıram. Daha sonra biz burada B, C, D düzbucaq üçbucağına baxırıq. Burada da deməli, DC-nin kvadratı üstəgəl CB-nin kvadratı bərabərdir BD-nin kvadratına. Yəni, 2-nin kvadratı üstəgəl kök altında 21-in kvadratı bərabərdir BD-nin kvadratına. 4 üstəgəl 21 bərabərdir BD-nin kvadratına. BD-nin kvadratı bərabərdir 25. BD oldu 5. Nəticə oldu 5. 54-ə baxırıq. Deməli, deyir, cəmi 77 olan 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyük, üçüncüdən isə 7 vaid kiçikdir. Bu ədədlərin hasilini tapın. Bizim 3 ədədimiz var. Deyir, üçüncü ədəd, deməli, ikinci ədəd birincidən 3 dəfə böyük. Deməli, bu 2x-dır, bu da x-dır. Daha sonra deyir, ikinci ədəd, üçüncü ədəddən 7 vaid kiçikdir. Yəni, üçüncü ədəddə, ikinci ədəddən 7 vaid böyükdür. Və cəmdə 77-dir. X üstəgəl 3x üstəgəl 3x üstəgəl 7 bərabərdir 77. Buradan tapırıq, deməli, uşaqlar, 7x üstəgəl 7 bərabərdir 77. 7x bərabərdir 70. X bərabərdir 10. Deməli, ədədlərimiz birinci ədəd 10-dur. İkinci ədədimiz 3 vur 10, 30-dur. Üçüncü ədədimiz də 37-dir. Hasilinə baxaq. 10 vur 30 vur 37 olacaq. Deməli, 11.100. Nəhayət, ən sonuncu sual, 55-ci suala baxırıq. ABC çoxluqları ilk 120 natural ədəddən uyğun olaraq 3-ə, 4-ə, 5-ə qalxısız bölünən natural ədədlər çoxluğu olarsa, ştrixlənmiş hissədə olan ədədlərin sayını tapın. İlk öncə ştrixlənmiş hissə bizə nə bildirir, onu tapaq. Demək, ştrixlənmiş hissə uşaqlar A və B çoxluğunun kəsişməsindən C çoxluğunun çıxılmasını bildirir. Yəni, biz elə bir ədəd tapmalıyıq ki, 3-ə, 4-ə bölünsün, amma 5-ə bölünməsin. Və ilk 120 natural ədəd olmalıdır. İlk öncə mən 3-ə, 4-ə bölünən natural ədədlər tapmaq üçün 3 və 4-ün əkoblarını tapırıq. Olacaq 12. Demək, bizim A və B-nin kəsişməsində olan ədədlər 12-nin misillərindir. Olacaq 12, 24, daha sonra 36, 48. Birinci hamısını yazın, sonra C çoxluğunu çıxarım. 60, 72, 84, 96, 108 və 120.
Amma mən bayaq dedim ki, 5-ə bölünməsi. Mən burada 60 və 120 çıxacağam. Yerdə qalan ədədləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Nəticə oldu 8. Sağ olun, salamat qalın. Gələn izahlarımıza görüşərik. Hər kəsə uğurlar.